Şaquli bastırılmış dirəyin il ərzində günorta vaxtı üçün gölgə uzunluğunun dəyişilmə qrafiki verilmişdir. Buna görə dirəyin bastırıldığı məntəqə üçün aşağıdakı fikirlərdən hansı doğrudur? Deməli, dirəkdir və kölgə uzunluğunun dəyişmə qrafiki verilmişdir. Və baxsaq ki, 21 martda kölgə olmur, 23 sentyabrda kölgə olmur. Biz demişdik ki, nə zaman kölgə olmur? Düşmə bucağı 90 dərəcə olanda. Deməli, 21 martda 21 mart deyən kimi nə yaza düşür? Yaz gecə gündüz bərabərliyi. Gündüz bərabərliyi. 21 mart deyən kimi günəşin zenitdə olduğu məntəqə ekvator. Və bura düşmə bucağı günəşin düşmə bucağı bərabərdir 90 dərəcə. 90 dərəcə düşürsə kölgə 0 olacaq. Deməli, ekvator zenitdədir. B variantı. Cədvəldə 5 müxtəlif məntəqədə 22 iyun tarixi üçün gündüz uzunluğu verilmişdir. Bu nəsə məntəqələr üçün aşağıdakı hansı fikirlər aşağıdakıları müəyyən etmək olmaz. Yəni, gündüz uzunluğu verilib, tarix yenə 22 iyundur. 22 iyun deyən kimi günəşin zenitdə olduğu məntəqə 23,5 şimalın dairəsi, şimal tropiki və şimalda yay fəsli. Deməli, gündüz uzunluğu verilib. Bizdə 22 iyunda günəş şimal tropikində olduğu üçün şimalda qütb gündüzləri müşahidə olunur və qütb dairəsinin 66,5-də bir gün, ondan yuxarıda isə qütb gündüzlərinin uzunluğu artır. Deməli, gündüz uzunluğu 20 saat, 18, 13, 12, 11. Ən yuxarıda, deməli, birinci məntəqədə 20 saatdır. Sonra gəlir ikinci məntəqə, sonra gəlir üçüncü məntəqə, sonra gəlir dördüncü məntəqə və 11 saatsa ekvatordan aşağıdadır. Bu da cənub-qərbli 5-ci məntəqə. Deməli, 1, 2, 3, 4, 5 yuxarıdan şimaldan cənub yerləşdirək yarımkürə. Doğru, müəyyən etmək olar. Cisimlər günorta vaxtı, çünki 12 saatdan yuxarıdır, ekvator 12 saatdır və günəş şimalda olduğu üçün şimal yarımkürəsi 12 saatdan artıq gündüz uzunluğu, cənubda 12 saatdan aşağıdır. Günorta vaxtı kölgə istiqaməti, bu müəyyən etmək olmaz. Gecənin uzunluğu bəlli gəlir saat qurşağını, kölgəsi müəyyən etmək olar. İstiqamətidir, istiqamət. Yerləşik saat qurşağının mövcud fəsli, buradan müəyyən etmək olar. Amma saat qurşağını müəyyən etmək olmaz. Saat qurşağını müəyyən etmək üçün bizə meridian lazımdır. Əgər yerin xəyallı orbit müstəvisinə meyillik bucağı daha böyük olsaydı, saxlayırıq. Deməli, orbit müstəvisinin meyillik bucağı 66,5 dərəcədir. 66,5 olduğu üçün, deməli, tropiklər 90-dan çıxır 66,5 qalacaq 23,5. Qütb dairələri elə bunun meyillik 66,5 dərəcə olacaq. Aşağıda deyir ki, orbit müstəvisinin meyillik bucağı daha böyük olarsa, yəni 66,5-dən meyillik bucağı bundan böyük olarsa, dəyişilə bax. Tropik işıqlanma qurşağı daha geniş olardı. Deməli, daha böyük olursa, tropik işıqlanma qurşaqlarının sərhədləri tropiklərdir, qütb dairələridir. 23,5, 23,5, bir də 66,5. Bu böyüyürsə, meyilli bucağı, məsələn, deyək, buna bir 70 götürsək, bu 70 götürün, qütb dairələri olur 70, tropiklər olur 30.
20 daha doğrusu. 20. Çünkü 90'dan 70'e 20. Nə deyir? Tropik iqlim quşları daha geniş olur. Bu da 20 olur. 20 olanda biraz da aşağıya doğru gəlir. Və daha geniş yox, daha qısa olar. İllər getdi. Azərbaycan yay fəsli daha isti olar. Əvvəl 23.5-də olurdu günəş. Bakı olur 40. 40 şimal əndazəsi. Bu olur 23.5. Amma 40-dan biraz uzaqlaşıb. 20 dərəcəyə düşüb. Yəni 20 dərəcə, günəş 20 dərəcəyə qədər gəlir. Amma yay fəsli daha isti olmazdı. Qaldı. Bu da getdi. Şimal qütbləri şimaldan, şimal qütbləri daha şimaldan keçərdi. Bəli, 66.5 idi. İndi olacaq 70. Biraz yuxarıdan keçəcək. Doğrudur. Bakı şəhərinin günorta var. Günəş şu an minimum düşmə bucağı mövcud vəziyyətə görə daha böyük olar. Bəli, minimum düşmə bucağı Bakıya. Günəş cənubda olanda. Cənubda olanda əvvəl 20.5-də idi. İndi olacaq 20.5. Biraz da yaxına gəlir cənub əndərəsi. Yaxına gələndə düşmə bucağı da azalacaq. A variantı. Günəş şu an qış gün dönümü günü. Qış gün dönümü deyən kimi yenə biz verilənə yazırıq. Qış gün dönümü. Qış gün dönümü deyəndə 22 dekabrdır. Günəşin zenitdə olduğu məntəqə bərabərdir 23.5 cənub əndərəsi. Qış günlərində bunu yazırıq. 22 dekabr günəşin zenitdə olduğu məntəqə 23.5 cənub əndərəsi, cənubda qış fəsli, cənubda yay fəsli, şimalda qış fəslidir. Günorta Bakı şəhərinin 30 dərəcə düşsəydi, günəşin düşmə bucağı bərabərdir 30 dərəcə. Düşsəydi, şimal qütbləri hansı enlikdən keçərdi? Gəlin düsturumuzu yazaq. Günəşin düşmə bucağı. Ardıcıl verilənə yazırıq, sonra düsturumuzu yazırıq ki, burada nəyi tapaq? Nəyi tapaq ki, sonda bu şərti ən sondakini tapaq. Hissə gedirik. Düşsəydi, bura kimi işləyək, sonra keçərik. Bərabərdir. 90 çıxılsın. Mötərizəsi günəşin deməli, daha doğrusu 90 çıxılsın. Verilən məntəqənin coğrafi enliyi plus minus günəşin zenitdə olduğu məntəqə. Deməli, günəşin düşmə bucağı verilib 30 dərəcə bərabər 90 çıxılsın. Verilən məntəqənin coğrafi enliyi Bakıdır. Bakının coğrafi enliyi 40 şimal dairəsi. Bunu yazmamışıq. 40 şimal dairəsi plus minus günəşin zenitdə olduğu məntəqə. Günəşin zenitdə olduğu məntəqə. İndi buradan bunu mötərizə kimi tək götürək. 40 şimal dairəsi plus minus günəşin zenitdə olduğu məntəqə bərabərdir. 90-dan çıxırıq. 90 çıxılsın 30 bərabərdir 60 dərəcə. İndi yenə 40 şimal dairəsi plus minus günəşin zenitdə olduğu məntəqə bərabərdir 60 dərəcə. İndi bir də plusdan, bir də minusdan hesablayaq ki, günəşin zenitdə olduğu məntəqə hansıdır? Hər hansı bir müsbət ədəd, 40-dan hər hansı müsbət ədəd çıxanda 60 eləyə bilməz. Ona görə minusu götürürük, minus silirik. 40 şimal dairəsi plus günəşin zenitdə olduğu məntəqə. Burada plusdursa, deməli biz cənub dairəsi olmuş. Çünki fərqli yarımkürənin dərəcə fərqini toplayırıq. 60 dərəcə. Günəşin zenitdə olduğu məntəqə cənub dairəsi bərabərdir 60 çıxılsın 40 bərabərdir 20 cənub dairəsi 20 cənub dairəsi. Deməli, nə səhv elədik? 30 dərəcə biz altına düşür. Şimal qütb dairəsi. Deməli, günəşin zenitdə olduğu məntəqə 20 cənub dairəsidir. Yəni, tropik 20 cənub dairəsi. Tropik 20 cənub dairəsi isə qütb dairəsi bərabər 90 çıxılsın tropikin qiyməti. 70 şimal dairəsi B variantı. Yay gün dönümü, qış gün dönümü. Yay gün dönümü deyən kimi 22 iyun, qış gün dönümü deyəndə 22
dekabr. Gəlin baxaq. 22 iyunda Günəşin zenitdə olduğu məntəqə 23,5 şimal dairəsi. 22 dekabr Günəşin zenitdə olduğu məntəqə 23,5 cənub dairəsi. Ekvator xətti üzərində Günəş şüalı 66,5 dərəcə düşür. Yəni 1, 3, 2. Bunlar hər ikisinə. Yəni 22 dekabr, 22 iyunda da hər ikisində Günəş ekvator üzərinə 66,5 dərəcə düşür. Bunu indi hesablayıb tapmaq olar, amma şifahi olaraq biz bilirik ki, 22 dekabrda ekvator üzərinə Günəş şüalı 66,5 dərəcə düşür. Şimal yarımkürəsinin yay fəslidir. Şimal yarımkürəsinin yay fəsli 22 iyunda isə deməli 2-yə aiddir. Şimal yarımkürəsinin qış fəslidir. 22 dekabra aiddir. Cənub yarımkürəsində yay fəslidir. Cənub yarımkürəsində yay fəslidir. 22 dekabrda. Cənub yarımkürəsində qış fəslidir. 22 iyunda. Deməli 1-ə 2, 5, 2-ə 3, 4, 3-ə də 1 C variantı. 21 martda, yəni 21 mart deyən kimi yazırıq. Günəşin zenitdə olduğu məntəqə bərabərdir ekvator və o da 0 dərəcə enlikdir. Yaz gecə gündüz bərabərliyi. Yaz gecə gündüz bərabərliyi. Deməli, A məntəqəsinin 70 dərəcə. A məntəqəsinin 70 dərəcə. B məntəqəsinə 50 dərəcə. C məntəqəsinə 30 dərəcə düşür. Buna görə şimal yarımkürəsinin bu məntəqələr cənubdan şimala doğru düzülür. Şimal yarımkürəsində yerləşir hamısı. Günəş ekvatorun zenitdə olan düşmə bucağını tapmaq üçün Günəşin düşmə bucağı bərabər düsturumuz hesab 90 çıxılsın. Verilən məntəqənin coğrafi enliyi. Bir tapaq. Günəşin düşmə bucağı bərabər birinci anı tapaq. 90 çıxılsın. 70 bərabər 20 dərəcə. 20 şimal dairəsi. Çünki şimal deyir. A oldu 20 şimal dairəsi. Gecə B-ni tapaq. Günəşin düşmə bucağı bərabər 90 çıxılsın. B 50-dir. 50 bərabər 20 yenə şimal dairəsi. Yox. 50, 20, 40. Başını üzürlüsən. 40 şimal dairəsi bu oldu B məntəqəsi. Sonra C-ni tapaq. Günəşin düşmə bucağı bərabər 90 çıxılsın. C də 30. 30 bərabər də 60 dərəcə. Bərabər 60 şimal dairəsi. Bərabər C məntəqəsi. Nə deyir? Cənubdan şimala. Cənubdan şimala. 3 dənə məntəqədir. Deməli, A 20 şimal dairəsi. B 40 şimal dairəsi. C də 60 şimal dairəsi. Cənubdan şimala A, B, C. A variantı. Deməli, cədvəl əsasında 21 mart, yəni 21 mart deyir. 21 mart deyən kimi Günəşin zenitdə olduğu məntəqə bərabərdir ekvator. Ekvator 0 dərəcəlik yaz gecə gündüz bərabərliyi. Deməli, hündürlüyündə müxtəlif coğrafi enliklərdə 3 metr hündürlüklü cisimlərin günorta vaxtı kölgənin uzunluğu verilmişdir. Hansı məntəqənin ekvatora daha yaxın olduğunu müəyyən edir. Biz demişdik ki, Günəşin düşmə bucağı artdıqca kölgənin uzunluğu azalır. İndi burada da kölgənin uzunluqları verilib. 5 dənə məntəqədir. Deməli, 1, 2, 3, 4, 5. Bu da ekvator olsun. Ekvator. Və burada hər hansı bir dirəkdir, 3 metrdir. Və deyir ki, ekvator daha yaxın. Əgər ekvator üzərində 3 metr olsaydı və
21 mart tarixində deyək Günəş ekvator üzərində zenitdədir və ekvatorun zenitdə olanda bura 90 dərəcə düşür. 90 dərəcə düşəndə kölgənin uzunluğu olmuş 0 metr. Ekvatorda 0 metrdir. Ekvatorda 0 metrdirsə və ekvatorun uzaqlaşdıqca Günəşin düşmən bucağı artırsa, Günəşin düşmən bucağı, daha doğrusu ekvator uzaqlaşdıqca Günəşin düşmən bucağı azalırsa, kölgənin uzunluğu da artır. Onda ekvatora burada 0-dırsa, buna ən yaxın olan 5-dir. 0,30 santimetr. Sonra gəlir 0,90. Sonra gəlir 1,10. Sonra gəlir 3,50. Sonra gəlir, yox, sonra gəlir 2,60. Deməli, 1,10, 2,60, 3,50. Bu ardıcıllıqladır. Yəni, ekvatora doğru getdikcə Günəşin düşmən bucağı artır. Günəşin düşmən bucağı artdıqca da kölgənin uzunluğu azalır. Ekvatora daha yaxın 5-dir, daha uzaqsa 2-dir. Çünki ekvatora yaxınlaşır, Günəşin düşmən bucağı artır, kölgənin uzunluğu azalır. Cavab Y variantı. Aşağıdakı qrafikdə 50 dərəcənin belində yerləşən məntəqənin bir ay ərzində kölgənin gündüzün uzunluğunun dəyişməsi verilmişdir. Bir ay ərzində. Buna əsasən qrafiyə hansı aya aid olduğunu müəyyən edin. 50 yəni birinci verilənləri mütləq yazmalıyıq, mütləq şəkildə. Və gündüz uzunluğu. Gündüz. Dəyişməz verin. Buna əsasən qrafik hansı aid olduğunu müəyyən edin. Biz baxırıq, 50 cənubi dairəsinin gündüz uzunluğu 17 saatdan çoxdur. 17 saatdan çoxdur. 17 saatdan çoxdursa, deməli, bu hansı tarixlərdə? Deməli, Günəş haradadır? Cənub yarımkürəsindədir. Günəş cənub yarımkürəsindədirsə və 20 mart olmaz, bərabər olur. Sentyabr olmaz, bərabər olur. Deməli, apreldə, çünki biz dedik ki, əgər 12 saatdan çoxdursa, gündüz uzunluğu, məntəqə cənubda yerləşir. Gündüz uzunluğu. Və Günəş də cənubda yerləşir. Bax, bu gündüzdür. Günəş də cənubda yerləşir. Ona görə Günəş də cənubda nə zaman olur? Deməli, 23 sentyabrdan 23 sentyabr sonra gedir olur 22 dekabr sonra 21 mart. Bu aralıqda Günəş cənub yarımkürəsində olur. Yəni, bu tarixlərdə 23 sentyabrdan 22 dekabrda 21 marta bu tarixlərdə Günəş cənub yarımkürəsində olur. Və cənub yarımkürəsində olanda da 12 saatdan gündüz uzunluğu çoxdur. Burada isə indi biz marta çıxdıq, aprelə çıxdıq, daha doğrusu sentyabra çıxdıq, çünki Günəş ekvator. Aprel də bu aralıqda deyil. Bu aralıqda olmadığı üçün apreldə çıxırıq. Deməli, iyun da bu aralıqda deyil. Bunda çıxırıq. Cavab C variantı. Çünki 22 daha doğrusu dekabrda Günəş cənub yarımkürəsindədir və 50 cənub yarımkürəsində gündüz uzunluğu daha çox olacaq.